Allaha inanan insanlar həmişə əziyyət çəkir. Allaha inanan sıxıntılı. insanlar həmişə əziyyət çəkmir axı. Ya Allah var, bu o qədər böyük ləzzətdir ki, Allahın varlığı bu o qədər böyük ləzzətdir ki, bütün əziyyətlərə qarşı gəlir, rahat olur. Mömin zindanda da olsa cənnətdə kimidir. Çünki dünyanı cənnətin intizar salonu görür. Kafir deyir, dünyada saraylarda da olsa cəhənnəmdə kimidir. Çünki əbədi olaraq yox olacağını düşünür. Yoxdur bu adam. 60-70 il sonra, 100 il sonra bu adam 100 il sonra düşüncəsində yoxdur. Kafir budur. Möminin düşüncəsində 100 il sonra əbədi ləzzət içindədir. Nəyin doğru, nəyin yanlış olduğu önəmli deyil, onu zaten danışırıq. Amma bu adamların düşüncə dünyasına gir. Biri nə qədər əziyyətli vəziyyətdə olsa da mənən ləzzətlər içindədir. O biri nə qədər xoşbəxt görünsə də mənən içdən dünyası dəhşətlər içindədir. Amma biz bunu mömin kafir olaraq deyil də zalim, məzlum olaraq ayırsaq, zalim eyni zamanda kafirdirsə, bu adam yeni dəhşətlər içindədir. Dəhşətlər içində deyilsə başqa daha ciddi problem var adam. Heç düşünməyib, boş bir adamdır yəni. Əgər zalim müsəlmandırsa, bu adam da şuur altı davamlı buna əzab verir axı. Sən doğru eləmirsən, cəza çəkəcəksən, cəza çəkəcəksən. Bu yenə əziyyət içindədir.